Salam, hər vaxtınız xeyir. Vaxt var idi, dedim biraz canlı yayın edək də. Bir saat nə qədər vaxtım var. Dedim elə bu vaxtın boşa getməsindən biraz xeyirli bir işlə məşğul olmaq da. Bir saat, yarın 1 saat 15 dəqiqə belə vaxtım var. Bu günləri dedim elə bu vaxtdan istifadə edim. Bir mövzu gəldi ağlıma. Vektorların cəmi, fərqi, ədədə vurulması, modulu, uzunluğu. Onun dərsini deyək. Həm dərs izahını verim, həm də çalışmalar həlli yazacağım. Sadəcə siz əgər uyğundursa sizə ekranları bəyənək, canlı indi açmışam. Canlı yayında bugünkü dərsimiz, yenə deyirəm, yeni qoşulanlar üçün vaxt var biraz. Vektorların toplanması, koordinatları ilə verilmiş daha doğrusu. Vektorların toplanması, çıxılması, vektorun ədədə vurulması, koordinatlarla verilmiş vektorun mütləq qiyməti, yəni uzunluğu. Bu səpkidə dərsimiz olacaq. Mövzu izahı və bir də testlər həlli olacaq, çalışmalar həlli. İlk öncə başlayaq koordinatlarla verilmiş vektorların cəmi və fərqi haqqında. İndi izləyicilərimiz biraz azdır, çünki çoxu gözləmirdim. Mən bu vaxt canlı yayın edəcəm. Edirik də, gələnlər gələr. İki vektor götürək koordinatları ilə. A vektoru olsun x1, y1. B vektoru da olsun koordinatları x2, y2. Koordinatlarla verilmiş iki vektor götürək. Koordinatları x1, y1, x2, y2. Bu şəkildə də çəkmək olar. İndi çox zaman belə çəkirlər. Yəni, fərqi yoxdur, eynidir. Bu şəkildə. Koordinatlarla verilmiş iki vektor götürək. A vektorun koordinatları x1, y1, B vektorunun koordinatları x2, y2. Koordinatlarla verilmiş iki vektoru toplayanda, yəni A vektoru üstəgəl B vektoru bərabərdir. Uyğun koordinatlarını toplayırıq. Yəni, absisləri uyğun olaraq, ordinatları da uyğun olaraq toplayırıq. Olacaq x1 plus x2, y1 üstəgəl y2 və salam. Çıxdıqda da həmçinin A vektoru minus B vektoru bərabərdir. x1 minus x2, x1 minus x2, y1 minus y2. Yəni, biz buradan belə nəticəyə gəlirik ki, koordinatları ilə verilmiş iki vektoru toplayanda da, çıxanda da onların uyğun koordinatlarını toplamadırsa toplayırıq, çıxmadırsa çıxırıq. Bax, bu şəkildə. Uyğun koordinat, yəni birincinin birinci koordinatı ilə ikincinin birinci koordinatı. Sonra ikincinin ikinci koordinatlarını, indi absis ordinat deyək ki, toplayırıq. Mən bunu ümumi iki koordinat üçün göstərirəm. Bu, üç koordinat üçündə eyni qaydadan. Yəni, üç koordinat olsa uyğun olaraq üçüncü koordinatları da toplayırıq. Bax, bu şəkildə. Keçək bununla bağlı sadə misallar həllinə. Bu dərs elə də çətin dərs deyil. Bax, belə bir misal. A vektoru, topluda ikinci misal. A vektoru 1, 2. A vektoru 1, 2. B vektoru 1, mənfi 2. 1, mənfi 2. Koordinatlarla verilmiş iki vektor verilib. Bizə deyir ki, A vektoru plus B vektorunun komponentlərini tapın. Komponentlər yəni koordinatları da, vektorun koordinatlarına onun komponentləri yaxud da təşkil ediciləri də deyilir. Bizdən bax, bu soruşulur. A vektoru üstəgəl B vektoru soruşulur. İndicə qeyd etdim. Dedim ki, vektorları toplayanda biz nə edirik? Uyğun olaraq uyğun koordinatları toplayırıq. Yəni, uyğun birinci koordinatla birincini, ikincini, ikincini. 1 ilə 1-i toplayırıq da. Yəni, 1 üstəgəl 1. Sonra 2 üstəgəl mənfi 2. İndi birini izahla yazıram, digərlərini də şifahi yazarım. Bu bərabərdir. Toplasaq 2, 0. Aydın oldu. Yəni, bu vektorların cəminin
koordinatları soruşulurdu. Oldu 2, 0. Sonra topludaki birinci misal. A vektorunun koordinatları. A vektoru. Koordinatları 1, mənfi 3. B vektorunun koordinatları 3, 1. B vektorunun koordinatları 3, 1 verilib. A vektoru üstə gəl, çıxılsın B vektorunu soruşur. 1, mənfi 3, 3, 1. A vektoru çıxılsın B vektorunu soruşur bizdən. A vektoru minus B vektoru. Eyni qaydada. Çıxanda da həmçinin. Çıxanda da uyğun koordinatları çıxırıq. Yəni 1 minus 3 birbaşa yazıram. Mənfi 2, mənfi 3 minus 1 oldu, mənfi 4. Yəni mənfi 2, mənfi 4 oldu. Aydın oldu dediyim. Bir daha deyirəm, koordinatlarla verilmiş 2 vektor toplayanda, çıxanda uyğun koordinatları toplayırıq, çıxırıq. 3 koordinat üçün də doğrudur. Fikrim çatdı. Bu oldu belə. İndi digər çalışmalardan yazaq. Onu deyirdim də 3 koordinat olanda, məsələn, topluda burada 3 koordinat olan hal üçün də var. İstəyirsiniz ondan da birini yazın. Burada mən bu ekranı sıfırlayayım. Bax 17. 17. İzləyicilərimiz biraz azdır. Çünki qəfil bu vaxtı mən elə canlı yayın etmirdim. Neyib yox. 17 A vektoru. A vektoru. 3 mənfi 1. 3 mənfi 1. Bir də 6. B vektoru. B vektoru. Mənfi 2. Mənfi 2. Mənfi 1. Mənfi 2. Mənfi 2. Mənfi 1. Bizdə bu vektorların cəmi soruşulur. A vektoru üstəgəl B vektoru cəmi soruşulur. Mən indicə qeyd etdim. Nə dedim? Dedim ki, koordinatlarla verilmiş vektorları toplayanda uyğun koordinatları toplayırıq. Vəssalam. 2 koordinat üçün dedik, 3 koordinat üçün də eynidir. 3 koordinat üçün də eynidir. Uyğun koordinatları toplayaq. 3 üstə gələk mənfi 2. Bu bizə nə verir? 1. Neçə verir daha doğrusu? Mənfi 1 üstə gəl mənfi 2. Mənfi 3. 6 üstə gəl. Mənfi 1, 5. Aydın oldu. Bu koordinat, bu cəmin koordinatları, komponentləri oldu. Bax bu. 1, mənfi 3, 5. Fikrim çatdı. Bu belə. Vektorların cəmini, fərqini bilmək niyə vacibdir? Çünki indi irəliləyən dəqiqələrdə biz vektorun uzunluğu, mütləq qiyməti falan onları keçərik. Orada artıq biz bunlardan çox istifadə edərik. Və ümumiyyətlə də bilməliyik də dərsdə də koordinatlarla verilmiş vektorların cəminin, fərqinin tapılması. Başqa bir misal. Bir misal da yazım, sonra keçək ədədin vektora hasili. Uşaqlar, ekranları bəyənək də. Kimlər azdır, düzdür izləyicilərimiz. Mən qəfil çıxmışam canlı yayına. Bu vaxtlar mən canlı yayın etmirdim. Deyəcəm indi. Orada gəlib çıxarıq, narahat olma. 35. Bax, belə bir test. 35-də. X vektoru bərabərdir. M vektoru üstə gəl N vektoru. Bu formada testlər də şagirdlərə rast gəlir. X vektoru bərabərdir, M vektoru üstə gəl N vektoru. Y vektoru bərabərdir, Y vektoru bərabərdir, M vektoru minus N vektoru. Bax bu. Burada deyir ki, nə deyir burada? Mənfi 3-də 1x, mənfi 3-də 1x vektoru minus Y vektorunu M və N vektorları ilə ifadə edin. Testlərdə bax bu formada suallar da təklif olunur. Bax belə bir sual. Deməli, X vektoru verilib bizə M plus N, Y vektoru bizə verilib M vektoru minus N vektoru. Bizdə deyir ki, mənfi 3-də 1x vektoru çıx Y vektorunu M və N vektorları ilə ifadə edin. Çox uşaqlar, çox şagirdlər, bax burada biraz çaşqınlıq yaşayırlar. Amma elə də çətin misal deyil. Hətta deyərdim ki, sadə bir misaldır. Aparıb bu vektorları, X-in
bu qiymətini burada, y-in də bu qiymətini burada nəzərə alırıq. Elə bilək ki, biz burada hərfi ifadəyə baxırıq. Hərfi ifadənin qiyməti necə tapılır? Hərfin qiymətini aparıb ifadədə yerinə yazırsan. Həmçinin burada da. Qiymətləri yazaq yerinə, bərabərdir. -3/1 vurulsun. X vektorunun yerinə yazıram m vektoru. Üstəgəl n vektoru. Aydın oldu. Sadəcə x vektorunun yerinə biz bunu yazdıq. Ekranı düzəldim. Ekran fokuslansın, qoy bura. X vektorunun yerinə yazdım. M vektoru üstəgəl n vektoru. Minus. Y-in də yerinə yazıram. M vektoru. Mötərizədə yazıram. Çıx n vektoru. Biz burada qeyri-adi bir şey yazmamışıq. Sadəcə qiymətləri yerinə yazmışıq. İndi mötərizələri açaq. Olacaq -3/1 m vektoru. -3/1 n vektoru. -3/1 n vektoru. Mötərizəni açsaq -m vektoru plus n vektoru olacaqdır. Bunları da hesablayırıq. Sadəcə üzərində vektor yazırıq. Adi hesablamadır. -3/1-dən m çıxsaq, -3/4 m vektoru. Üzərinə gəl 3/2 n vektoru. Vəssalam. Beləliklə bizdən nə tələb olunurdu? Bizdən tələb olunurdu ki, bu fərqi bunlarla ifadə edin. Biz də ifadə etdik. Bax bu şəkildə. Aydın oldu. Bu belə. İndi gəlir bizdə vektorun ədədə vurulması. Vektorun ədədə vurulması. Vektorun ədədə vurulması. Hər hansı bir vektor verilib bizə. Tutaq ki, hər hansı bir vektor verilib. A vektoru koordinatları olsun x, y. Hər hansı bir vektor götürək. A vektoru götürək. A vektorunun koordinatları x, y olsun. Ümumiyyətlə, hər hansı bir ədədi vektora vuranda, məsələn, bir götürək, nə bilim, k ədədi götürək. K, A vektoru. Hər hansı bir ədədi vektora vuranda, həmin ədədi vektorun sadəcə koordinatlarına vurmaq kifayətdir. Aydın oldu. Ədədi vektora vuranda və yaxud da vektoru ədədə vuranda eyni anlayışdır. Həmin ədədi vektorun koordinatlarına, komponentlərinə vurub yazmaq lazımdır. Tardı. A vektorunun koordinatları x, y-dir. K, A vektoru nə olacaq? K-nı həm x-ə, həm də y-ə vuracam. Yəni olacaq kx, ky, kx, ky. Aydın oldu. Burada bir qeyd demək istəyirəm. Yadımdan çıxmamış. Bunu da deyim, sonra keçək misallara. Təbii ki, bəli, K vektorunu tapanda biz bunun hər bir koordinatına vurduq. Burada əsas məsələ eyni istiqamətli, əks istiqamətli söhbəti var da. Bax, bu K əgər müsbət olsa, əgər K müsbət olsa, bu KA vektoru və A vektoru olacaq eyni istiqamətli. Yox, əgər bu K mənfi ədəd olsa, KA vektoru və A vektoru olacaq əks istiqamətli. Vəssalam, bax, çox önəmli bir bilikdir bu. Fikrim çatdı. Bir daha deyirəm. Ədədi, hər hansı ədədi vektora vuranda həmin ədədi vektorun komponentlərinə vururuq. Əgər bu ədəd müsbətdirsə, alınan vektor əvvəlki vektor ilə eyni istiqamətlidir. Mənfidirsə, əks istiqamətlidir. Dərhal bir misal göstərək. Sonra o eyni istiqamətli, əks istiqamətli vektor məsələsində toxunaraq topluda bir test var ona aid. Baxaq bura. Götürək bir B vektoru. Koordinatları olsun 7, məsələn 2. Hər hansı bir B vektorudur, onun koordinatları 7 və 2-dir. Bunu götürüb 3-ə vurmaq istəyirəm. Tutaq ki, 3B vektorunu tapmaq istəyirəm. B vektorun koordinatları 7, 2. 3B vektoru nədir? 3-ü
Bu vektorun koordinatlarına vururuq. 3'ü bu vektorun koordinatlarına vururuq. Olacaq. Nə olacaq burada? 21, 6. Aydın oldu. 3B vektoru bu şəkildə tapılır. 3'ü hər birinə vururuq. Və yaxud da bunu götürək, -5'ə vuraq. -5B vektorunun koordinatlarını tapaq. -5'ə vursaq, yenə hər bir koordinata vururuq da. -5'ə vursaq olacaq -35, -35, bir də -10. Ədədin vektora vurulması budur. Ədədi vektorun koordinatlarına vururuq. 3B vektoru oldu 21, 6. -5B vektoru -35, -10. İndi bunlardan eyni istiqamətli, əks istiqamətli məsələsi ortaya çıxır. Eyni istiqamətli. Bu vektor bununla, bax 3B vektoru B vektoru ilə eyni istiqamətlidir. Eyni istiqamətlidir. Amma -5B vektoru B vektoru ilə əks istiqamətlidir. Çünki mənfi ədədə vurdu. Aydın oldu. Bu da belə. Bunu da çatdırdım sizə. İndi bununla bağlı testdə bir tapşırıq var, onu deyim. Uşaqlar, ekranları bəyənəkdir. Çox da mən qəfil çıxmışam canlı yayına. Biz həmişə axşam çıxırdıq da saat 9-dan sonra, 8-dən sonra. Bugün biraz vaxt var deyə dedim canlı yayın edim də. Ekranları bəyənəkdir. (27 nömrəli sual. A vektoru 6, 8. A vektoru 6, 8. B vektoru -12, -16. -12, -16. C vektoru 8, 6. 8, 6. D vektoru -3, 4. -3, 4. M vektoru 3, 4. 3, bir də 4. Bax, bu vektorlar verilib. Deyir ki, bu vektorlardan eyni istiqamətli olanları göstərin. Burada deyir ki, bu vektorlardan eyni istiqamətli olanları göstərin. Vektorların koordinatları bəllidir. A vektoru, B vektoru, C vektoru, D, M vektoru. Deyir, bu vektorlardan eyni istiqamətli olanları. Eyni istiqamətli olanlar biz dedik ki, nədir? Eyni ədədə vurulsun. Bölünmə də deyə bilərik. Bir problemi yoxdur. Çünki elə vurulma varsa, yəni vurma varsa, aydın məsələdir ki, bölmə də var da. Çünki tərsdir də. Məsələn, götürək A6, 8. Eyni istiqamətli. Eyni istiqamətli müsbət ədədə ya vurulmalıdır, ya bölünməlidir. Eyni istiqamətli o deməkdir. Müsbət ədədə ya vurulmalıdır, ya da bölünməlidir. İndi müsbət ədədə 6, 8 məsələn. A vektoru ilə eyni istiqamətli olan varmı? Bu ola bilməz, mənfidir. Bu ümumiyyətlə ola bilməz, eyni ədədə vurulmur. Bu ola bilər. Bax, A vektoru ilə M vektoru. Görə bilirik. A vektoru və M vektoru. Bunlar eyni istiqamətli vektorlardır. Nəyə görə? Çünki A və M eyni ədədə ya vurulub, ya bölünür. Məsələn, bunu eyni ədədə 2-yə vurmuşam, bunu almışam. Və yaxud da bunu 2-yə bölmüşəm, bunu almışam. A və M eyni istiqamətlidir. Qalan eyni istiqamətli yoxdur burada. Mənfi var, burada olmur. A və M vektorları. Bunlar eyni istiqamətlidir. Aydın oldu. Digəri əks istiqamətlidir. Onu siz yaza bilərsiniz. Əks istiqamətli odur ki, mənfi ədədə ya vurulsun, ya bölünsün. Bu da belə. İndi vektorun bu eyni istiqamətli, əks istiqamətli izahını verdik vektorlarda.
İndi vektorun ədədə vurulması ilə bağlı misallar həll edəkdə. Vektorun ədədə vurulması ilə bağlı. Bəli, A və B əks istiqamətlidir. Çünki eyni ədədə, mənfi ədədə bölünür. Doğru. Bax, məsələn, burada 10-cu misal var. 10-cu misalda A vektoru 3 mənfi 4, 3 mənfi 4. B vektoru mənfi 2, 5. B vektoru mənfi 2, 5 verilib. Deyir ki, bizdə 3A vektoru plus 2B vektorunun 3A vektoru plus 2B vektorunun komponentlərini tap. Yəni ki, koordinatlar bizdən soruşulur da. A vektorunun koordinatları 3 mənfi 4'dür. B vektorunun koordinatları mənfi 2, 5'dir. Bizə deyir ki, 3A vektoru üstə gəl 2B vektorunun koordinatlarını, komponentlərini tap. Biz bunun üçün əvvəl nə edirik? 3A vektorunu tapmalıyıq. 3A vektorunu tapaq. 3A vektorunun komponentləri nə olacaq? Dedik ki, ədədi vektora vuranda ədədi vektorun koordinatlarına vururuq da. 3'ü vururam A vektorunun koordinatlarına 9 olur. Bir də mənfi 12 olur. Sonra 2B vektorunu tapmalıyım. 2B vektoru. 2B vektorunun komponentləri nə olacaq? 2'ye vursaq mənfi 4. 2'ye vursam 10. 2'ye vursaq mənfi 4. 2'ye vursaq 10. İkisinin də 3A və 2B vektorunun komponentləri məlumdur. Cəmi soruşulur. 3A vektoru üstə gəl 2B vektoru bərabərdir. Bundan əvvəl keçdik. Uyğun koordinatları toplayırıq da. 9 ilə mənfi 4'ün cəmi 5. Mənfi 12 ilə 10'un cəmi mənfi 2. Komponentlər oldu 5 və mənfi 2. Aydın oldu. Bu belə. Bunu da qeyd etdik. Növbəti gəlir vektorun mütləq qiyməti. Vektorun mütləq qiyməti çox mühüm dərslərdən biridir. Yəni, vektorun mütləq qiyməti dərsi, yəni vektoru bu dərssiz təsəvvür etmək qeyri-mümkündür. Əvvəla onu qeyd edim ki, vektorun mütləq qiyməti, uzunluğu, modulu 3 adından var. Aydın oldu. Üçünü də bilməliyik. Çünki hər formada düşə bilər. Bax, 3 adlandır. Vektorun mütləq qiyməti, uzunluğu, modulu. Bir daha deyirəm, vektorun mütləq qiyməti, başqa adı uzunluğu, başqa adı modulu. Bəzən ədədi qiymət də deyirlər. A vektorunun koordinatlarını götürək. X, Y. Koordinatları X, Y olsun. A vektorunun mütləq qiyməti, uzunluğu, modulu bu şəkildə göstərilir. Bu məlumdur. Modul A kimi göstərilir. Və belə tapılır. Kök altda koordinatların kvadratları cəmi x kvadrat üstə gəl y kvadrat. Yəni vektorun koordinatlarla verilmiş vektorun uzunluğu, mütləq qiyməti onun koordinatlarının kvadratları cəminin kvadrat kökünə bərabərdir. Modul A bərabərdir. Kök altda x kvadrat üstə gəl y kvadrat. Koordinatlar 3 dənə də olsa eyni qaydada. Məsələn, A vektorunun koordinatları tutaq ki, olsun x, y, bir də z olsun. 3 dənə də olsa yenə eyni qaydadır. Modul A vektoru bərabərdir. Kök altda x kvadrat üstə gəl y kvadrat üstə gəl z kvadrat. Aydın oldu. Vektorun mütləq qiyməti testlərdə çox rast gəlir, həddindən artıq rast gəlmir. Vektor verir koordinatları ilə modulunu tap və yaxud da bununla bağlı başqa suallar indi mən deyəcəm. Sual ekranları bəyənə düzdür. Bizim canlı yayımız qəfil çıxmış, ona görə 17 nəfər var. Bizim canlı yayımda həmişə 100-200 nəfər olub. Mən vaxtım var deyə dedim bir saatlıq çıxım canlı yayına. Bilməzmi belə izləyicilər azdır. Qəribə gəldi, hər dəfə öyrəşmişəm orada izləyici 100, 150 belə 20 nəfər belə az gəlir. Eybi yox.
O 20 nəfər də bəyənsin, yaxşıdır. Keçək misallar həllinə. Ən sadədən gəlirik də yavaş-yavaş mürəkkəbə. Bizim canlı 20-ni keçdik bu günlər. Bilmirəm nədəndir. Əslində bilirəm nədəndir. Topluda misallar yazıram bununla bağlı. 5-ci misal. 5. 5-də deyir ki, A vektoru 3, 4-dür. Bu vektorun mütləq qiymətini tapın. Bax, ən sadə və primitiv bir misal. A vektoru narahat olmamaq deyən yerdəki, yəni mən dərsi YouTube-a yerləşdirəcəm. YouTube-a yerləşdirməsədim bağlayardım canlı yayını. Çünki məndə izləyici az olanda mən canlı yayını apara bilmirəm. Elə bilirəm ki, nəsə çatmır. A vektorun koordinatları 3, 4-dür. Deyir, bu vektorun mütləq qiymətini tapın. Belə soruşur da, hə. Mütləq qiyməti, uzunluq. Yəni bizdən modul A soruşur. Biz dedik ki, modul A nəyə bərabərdir? Kök altında. 3-ün kvadratı, üstə gəl 4-ün kvadratı. Bu da 25 edir. Məşhur Pifagor ədədləridir. Bizə verir 5. Bax, bu şəkildə. Aydın oldu. Salam. Bax, belə bir misal. 13-də A vektorunun koordinatları 5, -12, 0. Bir vektorun uzunluğunu tapın. Vektorun koordinatlarını tapın. Görürük 3 koordinat verir. Mən də qeyd etdim. Dedim ki, koordinatlarla verilmiş vektorun mütləq qiyməti necə tapılır? Kök altında. Onun koordinatlarının kvadratları cəmi. Yəni ki, 5-in kvadratı kök altda, üstə gəl -12-nin kvadratı, üstə gəl 0-ın kvadratı. Bax, belə. Bu da bərabərdir. Əslində şifahi görünür 13, amma yazaq da. 5-in kvadratı 25, üstə gəl 144, üstə gəl 0-ə. Bu da bizə verir 13. Bu vektorun mütləq qiyməti, yaxud da uzunluğu, modulu, ədədi qiyməti sən demə nə qədərdir? Özüm deyirəm, dedim də sən demə. 13 imiş. Bu belə. İnşallah biraz ekranları bəyənək. Çox da mən yenə deyirəm, belə xəbər vermədən çıxmışam canlı yayına. O demək deyil də canlı yayında az izləyici olmalıdır. 15. X-in hansı qiymətində A vektoru -6x 8, -6x 8 vektorunun uzunluğu 10'dur. Yəni ki, modul A bərabərdir 10'dur. Bizdən x soruşulur. Yəni bu canlı yayını mən YouTube-a da yerləşdirəcəm. Hansısa şagirdin bir çətinliyi falan varsa, rahat girib buradan dərsi öyrənə bilər. Sıfırdan biz başladıq da. Nə deyir? A vektorun koordinatları -6x 8'dir. Deyir ki, x-in hansı qiymətində bu vektorun uzunluğu, yəni bunun uzunluğu nədir? Modul A 10'a bərabərdir. X-i deyir tap. Modul A 10'dursa, modul A-nın yerinə biz nə yazırıq? İndicə qeyd etdikdə kök altda koordinatların kvadratları cəmi. Yəni -6'nın kvadratı, üstə gəl x-in kvadratı, üstə gəl 8'in kvadratı. Modul A özü bizə verilib 10'dur. 10 bərabərdir. Kök altda 36, üstə gəl x kvadrat, üstə gəl 64. Kvadrata yüksəlsə 100 bərabərdir. Elə bu cəm də 100 verir, ikisinin cəmi. Üstə gəl x kvadrat. X kvadrat 0'dır. Aydındır ki, x də bərabərdir 0. X-in 0 qiymətində bu vektorun modulu bərabərdir 10. Yəni 10'a bərabərdir. Bu da belə.
Belə bir misal. 29 mütləq qiymətlə modulla bağlı. A vektoru 0,2. A vektoru 0,2. B vektoru -5, 4. B vektoru -5, 4. Olarsa AB vektorunun modulunu tapın. Modul AB vektoru bizdən soruşulur. AB vektoru bizdən soruşulur. Modul. İnşallah axşam canlı yayında müstəviyə aid olacağı dərsimiz, mail, müstəvi, proyeksiya, nə bilim, perpendikulyar, onunla bağlı məsələlər, dərs və məsələlər izahı olacaq. Harısı saat 8-dən sonra, 20:00-dan sonra, belə deyək də. A vektoru, A-nın koordinatı 0,2, B-nin koordinatı -5, 4, bizdən AB vektorunun modulu soruşulur. Buna əslində iki formada baxmaq olar. Dərsimiz vektordur deyə gəlin vektorla yazaq. Məsələn, A və B nöqtələri arasındakı məsafə düsturu kimi də baxa bilərik buna. Yəni problem deyil. Əvvəla gəlin AB vektorunu tapaq. Yenə deyirəm, A və B nöqtələri arasındakı məsafə ilə də baxa bilərik. Səhv deyil. Əvvəla biz AB vektorunu tapaq. Bu şəkildə olanda, yəni vektorun ucunun koordinatları veriləndə, burada sondan başlanıcı çıxır. Sondan çıxırıq başlanıcı. Olacaq -5 çıx 0, -5. 4 minus 2 bizə verdi 2. Yəni AB vektorunun koordinatları oldu -5, 2. İndi koordinatları -5, 2-dirsə bunun modulu nə olacaq? Modulu olacaq kök altda bunların kvadratları cəmi. -5-in kvadratı üstə gəl 2-nin kvadratı. Bu da bizə verdi 25, 4 kök altda 20, 9 və salam. Vektor yazın. Vektor doğru. Bu da belə. -22. A vektorunun koordinatları verilib. -2, 5. -2, 5. Bu A vektorunun koordinatlarıdır. B vektoru 3, 1. Təşəkkür. B vektoru 3, 1. Bizdən A vektoru minus B vektorunun deyir ki, uzunluğunu tapın. Yəni, bax bu şəkildə. Ona görə mən deyirdim ki, kollinear vektorlar bu dərs demərəm, onun üçün də ayrıca sırf vektoru sıfırdan keçəndə izah verəcəm. Dərsimiz o deyil də. A vektoru verilib, B vektoru verilib, A vektoru minus B vektorunun mütləq qiyməti, yəni uzunluğunu soruşur bizdən. Uzunluğu. Əvvəla biz bunu tapmalıyıq. Yəni A vektoru minus B vektoru koordinatları nədir? Onu tapaq, sonra biz uzunluğunu taparıq. Mən bu ekranı düzəldim. Ekran elə qaçdı da. İnşallah 20:00-dan sonra inşallah bu günlər canlı yayın olacaq. O canlı yayında dərsimiz müstəvi. Proyeksiya, mail və müstəvi arasındakı bucaq, nə əməldə başlı möhtəşəm dərs olacaq. 20:00-dan sonra. Əvvəla biz A vektoru minus B vektorunu tapaq. Yəni A vektoru minus B vektorunun koordinatları neçədir? A vektoru çıx B vektoru. A vektoru çıx B vektoru. Bezdirdiyi bu ekran bizi. Bu bərabərdir. Koordinatları ilə verilmiş iki vektorun fərqini tapanda biz nə edirik? Həmin vektorların uyğun koordinatlarını çıxırıq. Çıxaq da A'dan A minus B, A'dan çıxıram B-ni. Yəni, -2 çıx 3 bizə verir -5. 5 minus 1 də bizə verdi 4. Bu oldu belə. İndi nə soruşulur? Deyir ki, bunun modulunu tap.
modul A vektoru çıx B vektoru bərabərdir. Kök altda -5-in kvadratı üstə gəl 4-ün kvadratı. Çünki koordinatları ilə verilib də. Kök altda kvadratlar cəmi. Kök altda -5-in kvadratı 25, üstə gəl 16. Bu da bizə verdi. Kök altda 41. Vəssalam. Aydın oldu. Bu da belə. -20. 20-də belə bir sual. Deyir ki, A vektoru -1, 1. A vektoru -1, 1. A vektoru -1, 1. B vektoru 1, 3. B vektoru 1, 3. Bizdə burada soruşulur ki, 20-də C bərabərdir. 4A vektoru üstə gəl B vektorunun modulunu deyir tapın, uzunluğunu tapın. Yəni bizdən modul C soruşulur. Modul C bərabərdir suala. Bizdən modul C soruşulur. A vektorunun koordinatları verilib -1, 1. B vektorunun koordinatları 1, 3. C vektoru 4A vektoru üstə gəl B vektorudur. Bizdən bu vektorun uzunluğu soruşulur. Biz əvvəl 4A vektoru plus B vektorunu tapmalıyıq. Belə deyil. 4A vektoru üstə gəl B vektorunu tapmalıyıq. Ondan sonra işimizi ona görə qururuq. Birinci 4A vektorunu tapaq. 4A vektoru bərabər. Koordinatları olacaq. 4'ü A vektorunun hər bir koordinatına vururam da. Vursam olacaq -4, 4. Sonra B vektorunu da yazıram burada aşağıda yanında. 1, 3. 1, 3. Bax 4A vektorunu tapıram. 4A vektoru nədir? -4, 4. B vektoru da 1, 3. İndi bu cəmi tapaq da. 4A vektoru üstə gəl B vektoru. Bu cəmi tapaq. Bu cəm bizə verir. Uyğun koordinatları toplayırıq da. Elə deyil. Uyğun koordinatları toplayaq. -4 plus 1, -3. 4 plus 3 bizə verdi 7. Bunun koordinatları məlumdur. Onda modul C vektoru, yəni bunun modulu kök altda -3'ün kvadratı üstə gəl 7'nin kvadratı. Bu da kök altda 9 üstə gəl 49. Kökdə 58. Yəni bu vektorun uzunluğu oldu kökdə 58. Bu da belə. On 8. 3 koordinat olan üçün A vektorunun koordinatları 18'də. A vektorunun koordinatları 6, -3, 0. B vektoru 4, 4, -2, 4, 4, -2, 4. A vektoru minus B vektoru. Bundan da dedim birini yazın. Modulu. 3 koordinat olan üçün. Koordinatlar verilib bu vektor. Fərqin modulunu sən tap. Fərqin modulu. Bu sual səhvdir. Hansı sual səhvdir? Fərqi tapaq əvvəl. A vektoru çıx, B vektoru.
Koordinatlarını tapaq. A vektoru çıx B vektoru nə olacaq? Uyğun koordinatları çıxırıq. 6-dan 4 çıxıram 2. 6 minus 4 2. Mənfi 3 çıx mənfi 2. Olacaq mənfi 3 üstə gəl 2 1. Mənfi 1. 0 çıx 4 mənfi 4. A vektoru çıx B vektorunun koordinatları məlumdur. İndi koordinatları məlumdursa modulunu tapaq da. Modul A vektoru çıx B vektoru bərabərdir. Kök altında nə olacaq? 2-nin kvadratı üstə gəl mənfi 1-in kvadratı üstə gəl mənfi 4-ün kvadratı. Bu da bərabərdir. Kök altında 4 üstə gəl 1 üstə gəl 16. Bu da bizə verdi kök altında 21. Bəli, cavab oldu kök altında 21. Bu vektorun uzunluğu soruşulurdu. Kök altında 21. Növbəti bir çalışmamız. Bu başqa şeydir, narahat olmayın. Lap yaxşı. Mən sınava getmişdim, bugün belə bir sual var idi. Əkob 5y 6y bərabərdir. Əkob 36 20. Y-i tapın. Baxaq da. Yaxşı. Deməli, əkob 5y 6y. 5y 6y bərabərdir əkob 36 20. Bərabərdir əkob 36 20. Y-i deyir tap. Y bərabərdir sualı. Buna canlı yayında mən nə qədər yazmışam? Bu misalın da planın vermişik canlı yayında. YouTube kanalında en qədər var buna ait. 5y-dən 6y-nin əkobu müxtəlif belə deyək, yollarla gedə bilərsən. Məsələn, mən belə demişdim. Demişdim, bu y-i sil beynində. 5-dən 6-nın əkobu neçədir? 5-dən 6-nın əkobu 30-dur da. 30. Y-i də qatırsan yanına. 5-dən 6-nın əkobu 30-dur. Y-i də qat yanına. Olacaq 30y. Yox, xoşuna gəlmirsə bu şəkildə də yaza bilərsən. Y-i çıxart mötərizə əkob xaricində. Çünki əkobda var da elə qayda. Qalacaq 5-dən 6-nın əkobu, o da 30-dur. Yenə bunu verəcək də bizə 30y bərabərdir. 36 ilə 20-nin də əkobu səhv eləmirəmsə 180-dir. Elə deyil. 36 20. Deməli 36 2 30 180. 30y 180-dir. Y də bərabərdir 6. Cavab oldu 6. Hətta cavab 6-dır. Bu çətin bir misal da deyil axı. Bizim YouTube kanalımızda buna aid nə qədər misal var. Canlıda mən buna aid nə qədər yazmışam. Qeyri-adi bir şey deyil. Çox sadə, bəsit misal. Neysə, dərsimizin mövzusundan uzaqlaşmayaq. 37. 37-də deyir ki, lambdanın hansı qiymətində A vektoru 3, A vektoru 3, 2 lambda. 2 lambda. Bunun uzunluğu modul A bərabərdir 5. 5-ə bərabərdir. Lambda soruşulur bizdən. Qəşəng misal. Vektorun uzunluğu ilə bağlı çox təklif olunan suallardan biridir. Deyir, lambdanın hansı qiymətində? Lambdanın hansı qiymətində? A vektoru koordinatları 3, 2 lambda. Bu vektorun uzunluğu, yəni mütləq qiyməti 5-ə bərabərdir. Modul A 5-dirsə, modul A-nın yerinə mən nə yazıram? Koordinatlarla verilibsə kök altında. 3-ün kvadratı üstə gəl 2 lambdanın kvadratı. Elə deyil. Koordinatları ilə verilmiş vektorun uzunluğu, mütləq qiyməti belə tapılır da. Bu şəkildə. Bərabərdir 5. Bu artıq lambdadan asılı irrasional tənlikdir də. Olacaq. Kvadrata yüksəlsə 9 üstə gəl. 2 lambdanın kvadratı 4 lambda kvadrat. Bərabər
5'in kvadratı 25. 5'in kvadratı 25. Buradan alıram ki 4 lambdanın kvadratı bərabərdir. 25 çıxılsın 9. 16. Lambda kvadrat bərabərdir. 16-nı 4'e bölürəm. 4 edir. Lambdada kvadratı 4 olan ədəd plus minus 2'dir. Plus minus 2. Çox şagirdlərin səhvə yol verdiyi məqam hansıdır o məqam? Çoxu götürür, yazandan sonra ya 2 yazır, ya mənfi 2 yazır. Yəni burada konkret bizə demir lambdanın hansısa mənfi yaxud müsbət qiymətində. Bizə burada konkret deyir ki, lambdanın hansı qiymətində? Plus minus 2 qiymətində. Desə lambdanın hansı müsbət qiymətində 2 götürə bilərik. Mənfi qiymətində mənfi 2 götürə bilərik. Amma burada belə bir söz demir. Konkret lambdanın hansı qiyməti soruşulur. Biz də yazırıq bax bu şəkildə. Bu belə. Növbəti modulla bağlı bir məsələ yazaq. Otuz bir. A vektoru 5, 7. A vektoru 5, 7. B vektoru 3M. B vektoru 3M. Vektorları verilmiştir. A vektoru üstə gəl B vektoru. A vektoru üstə gəl B vektoru modul 17 olarsa deyir M'i tap. M bərabərdir suala. Testlərdə ən çox düşən suallardan biri. Testlərdə ən çox düşən suallardan biri. Bunun modulu 17 isə M'i tap. Əvvəla biz A vektoru plus B vektorunu tapaq. A vektoru üstə gəl B vektorunu tapaq. Koordinatları olacaq. Uyğunlara toplayırıq. 5 üstə gələk 3, 8. 7 üstə gələk M. 7 üstə gəl M. Koordinatları məlumdur. Onda bunun modulu nə olacaq? Bunun yerinə mən nə yazacağım? Kök altda. Koordinatların kvadratları cəmi 8'in kvadratı üstə gəl. 7 üstə gəl M'in kvadratı. Bərabərdir 17. Bərabərdir 17. Kvadrata yüksəltsək, kök altını alarıq. 64. Üstə gəl 7 üstə gəl M'in kvadratı. Bu da bərabərdir 17'nin kvadratı da 289. 7 üstə gəl M'in kvadratı bərabər. 7 üstə gəl M'in kvadratı bərabər. 289'dan çıxıram 64. 225. 7 üstə gələk M nəyə bərabərdir? Bir dəfə 15, bir dəfə də mənfi 15. Burada yenə M'ə şərt qoymayıb, M'in 2 qiymətini X-ini də tapmalıyıq, çünki şərt qoymayıb. Buradan M bərabərdir 8, M bərabərdir mənfi 22. Vəssalam. M'in 8, bir də mənfi 22 qiymətində. Şərt qoymayıb. Burada 2 qiymətin ikisini də götürürük. Aydın oldu. Bu da belə. Sonra burada bir məsələ də var. İstəyirəm ona da toxunum. Elə vaxtımız var deyənə. Vahid vektor üçün modul. Vahid vektor. Vahid vektor biz bilirik ki, uzunluğu vahidə bərabər olan vektordur da. Vahid vektor. Sonra vahid vektor, bəli, uzunluğu 1'ə bərabər olan vektordur. Məsələn, A vektorunun koordinatları x, y-dirsə və vahid vektordursa, vahid vektor. Vahid vektordursa, yəni modul A bərabərdir 1'dir. Yəni, vahid vektor çoxuna rast gəlinir testlərdə, qeyri-adi bir şey deyil. Uzunluğu vahidə bərabər olan vektor vahid vektordur və ona xüsusi olaraq baxılır. A vektorun koordinatları x, y, vahid vektordursa modul A 1'dir. İndi burada bir bərabərlik var, ondan istifadə edilir. Mən onu alım, sonra hər dəfə ondan istifadə edərək. Modul A 1'dirsə, bunun modulu nədir? Kök altda x-in kvadratı, üstə gəl y-in kvadratı. Bərabərdir 1.
Kvadratı yüksəltdim, alıram x kvadrat üstə gəl y kvadrat bərabərdir 1. Bax, biz bundan çox istifadə edərik. Əgər bu vektor vahid vektordursa, birbaşa yadda saxlayırıq ki, funksiya mövzusunu haçan izah edirsiniz? Mən funksiya mövzusuna nə qədər canlı yayın izahlarım olub. Gir YouTube kanalına izlə. Funksiya sıfırdan izah var YouTube kanalında. Tək güc funksiyalar, nə bilim, əməlli başlı izahı var. Sən lap xəcalət verdin mənə. Özümdən şübhələndim. Yəni, mən funksiya mövzusu keçməmişəmmi? Bunu 3 koordinat üçündə ümumiləşdirmək olar eyni qaydada. X, Y, Z olsa, vahid vektordursa, da hər dəfə belə yazmıyor, bir dəfəlik koordinatların kvadratları cəmi. X kvadrat üstə gəl, Y kvadrat, Z kvadrat bərabərdir 1. Aydın oldu. Buna aid 2 çalışma yazaq. YouTube kanalının olduğunu bilmirdim. Bunu gələ üzümə vurmayaydım da. Niyə bilmirdim? Bu canlı yayınların hamısı kanala yerləşdirilir. İnşallah sağlıq olsun. Bir ilə qədər canlı yayınlar bu şəkildə davam edərsə, demək olar ki, bütün mövzular sıfırdan izah olacaq YouTube kanalında. Heç hazırlığa getməyə ehtiyac yoxdur. Əyləş qoy qarşında, çayın zadın, öyrən də. Hazırlığa da gəlsən yanıma, bu şəkildə deyəcəm, vallahi. Mən isə deyirəm ki, ehtiyac yoxdur. Demək olar ki, əksəriyyəti var. Demək olar ki. Bax, 4-də bunun bəndlərini yazım. A vektoru, A bəndi, Y vektoru 2, 3. Y vektoru 2, 3. Sonra B bəndi. B vektoru 1, 1. 1, 1. C bəndi. C vektoru 3'də 1. 3'də 1. Kökdə 3 böl 3. Kökdə 3 böl 3. D bəndi. D vektoru. Mənfi 1, mənfi 1. Mənfi 1, mənfi 1. Və nəhayət Y bəndində A vektoru 1, 0. Deyir, bunlardan hansı vahid vektordur? Vahid vektorda yəni bayaqdan izah elədiyimizdir. Y vektoru 2, 3, B vektoru 1, 1, C vektoru 3'də 1, kökdə 3 bölü 3, mənfi 1, mənfi 1, 1, 0. Vahid vektorda koordinatların kvadratları cəmi nə olmalıdır? 1 olmalıdır. Tadı getdi. Hansında koordinatların kvadratları cəminin 1 olduğunu görsək, o artıq vahid vektordur. Buradan açıq-aşkar görünür ki, Y bəndidir də. Bax, bunların kvadratları cəmi 1-dir. Birini göstərək də, 2-nin kvadratı, 3-ün kvadratı. Yəni, 1-dən fərqlidir. Neçə sayıdır? Ya hamısını deyək. 1-in kvadratı, 1-in kvadratı. 1-dən fərqlidir. Bunlar da hamısı, bax, fərqlidir 1. Bu 2-dir, fərqlidir 1-dən. Amma bura baxaq, 1-in kvadratı plus 0-ın kvadratı bizə verdi 1. Bu artıq vahid vektordur. Yəni, test tapşırığının doğru cavabı olur Y bəndi. Bu da oldu belə. Vektor deyən yerdə ki, vektor elə parçadır da, sadəcə istiqamətlənmiş parçadır, düz xət parçası. Bizim öyrəndiyimiz parçaya bir dənə istiqamət verdin, artıq o olur vektor. Bu qədər sadə yəni. Bu qədər sadə. Parçanı bilirik də nədir? AB parçası. Ona istiqamət verdin, artıq istiqamət verdiyin andan o dəyişilir, olur vektor. Onun da parça kimi uzunluğu var, nə bilim, özünə məxsus xüsusiyyətləri çoxdur. Amma parçaya istiqamət verdin, vektor olur. Ona görə elə vektorun tərifində deyirlər ki, istiqamətlənmiş düz xətt parçasına vektor deyilir. Bu belə.
Bunu da yazaq, saxlayaq. Hardasa demək olar, uzunluğu olan istiqamət. Nəyə lazımdır belə qeyri-adi, belə uzunluğu olan istiqamət. Hətta uzunluq varsa orada parça da var da. Uzunluq nə vaxt meydana çıxır? Parçada çıxır da meydana. 42. 42. L vektoru M5'te 3. M5'te 3. Deyir bu vektor vahid vektordur. Vahid vektordur. M'i deyir tapın. M bərabərdir suala. M bərabərdir suala. Vektor vahid vektordur. M'i deyir tapın. Bir dəfəlik yadda saxlayırıq ki, vahid vektor, vahid vektor nədir? Onun koordinatların kvadratları cəmi 1-ə bərabərdir. Yəni uzunluğu 1-dir. Vahid vektorla bağlı bütün məsələlərdə koordinatların kvadratları cəmini biz 1-ə bərabərləşdiririk. Qutarda 7 məsələ bağlandı. İndi bunların koordinatların kvadratları cəmini nə edirik? Bərabərləşdiririk 1-ə. Başlayaq da. Olacaq m-in kvadratı üstəgəl 5'te 3'ün kvadratı, 5'te 3'ün kvadratı bərabərdir 1. Aydın oldu. Vahid vektorla bağlı bütün məsələlərdə bunu yadda saxlayın. Yəni sizə bu şəkildə rast gələcək. Koordinatların kvadratları cəmi 1-dir. Əgər deyirsə ki, vahid vektordur. Vahid vektordur. Vektordur. Bu da səsləndirmədir. M kvadratı üstə gəl. Neçə? 25'te 9 bərabərdir 1. M kvadrat bərabərdir. Çıxsaq 25'te 16 qalacaq. Kvadratı 25'te 16 olan ədəd plus minus 5'te 4'dür. Cavab oldu plus minus 5'te 4. 5'te 2 nədir? Bu da belə. Belə. Dərsi bitirdim. İnşallah çalışacağım bu günlərdə 20:00-dan sonra canlı yayın da olaq. Çalışacağım. Oğlum, bugün canlı yayındakı mövzumuz fəzada düz xəttlər və müstəvilər olacaq. Yəni mənim fikrim var ki, üzümüzə gələn həftəni belə edək də, müstəvi həftəsi elan edək. Demək olar ki, canlı yayınlarda müstəvi. Yəni mail proyeksiya. Bugünkü dərsimizdə olacaq mail proyeksiya. Perpendikulyar falan, onlara aid məsələlər, asan və çətin məsələlər. Növbəti dərsdə də onlarla bağlı daha başqa formada, sonra 3 perpendikulyar teoremi, nə bilim orada müstəvi ilə bağlı başqa teoremlər falan hamısına aid inşallah sizə çatdırarıq, məlumat verərik. Belə, hələlik görüşərik.